Sabahınız xeyir, hörmətli tamaşaçılar. Bugün siyasi icmalda bələdçiniz mənəm, Süleyman Həmidov. Bəli, ötən gün İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfəri baş tutdu. Bu səfər artıq yekunlaşdı, amma səfərin önəmi var idi. Təkcə ikitərəfli münasibətlər kontekstində deyil, eyni zamanda Cənubi Qafqaz regionunda baş verən geosiyasi proseslər fonunda bu səfər çox böyük əhəmiyyət daşıyırdı. Qeyd eləmək lazımdır ki, İran prezidentinin bu səfəri 44 günlük vətən müharibəsindən sonra İran prezidentinin Azərbaycana elədiyi ilk səfərdir və məhz elə bu faktın özü də səfərin, bu prosesin siyasi çəkisini artırır. Qeyd eləmək lazımdır ki, vətən müharibəsindən sonra İran və Azərbaycan arasında zaman-zaman münasibətlərdə bəzi soyuqluqlar yaranmışdı. Buna bəzi səbəblər var idi. İstər İranın Ermənistanla olan münasibətləri, istər sərhəd boyu ərazilərdə hərbi təlimlər keçirilməsi, istərsə də Azərbaycanın İrandakı səfirliyinə terror hücumunun həyata keçirilməsi bu münasibətlərdə biraz soyuqluq yaratmışdı. Bu səbəbdən Pezeşkiyanın Azərbaycana səfəri həm iki ölkə arasında yaranmış maneələri, soyuqluğu aradan qaldırmaq, həm də yeni əməkdaşlıq imkanlarını müzakirə eləmək, bu əməkdaşlıq imkanlarını genişləndirmək üçün yaxşı fürsət olaraq qiymətləndirilirdi bu görüş. Pezeşkiyanın səfəri zamanı verdiyi açıqlamalar, verdiyi bəyanatlar onu göstərir ki, İran Azərbaycanla münasibətlərdə yeni baxış gətirmək istəyir. Eyni zamanda İran prezidenti açıqlamasında bildirdi ki, o Azərbaycanda özünü yad ölkədə hiss eləmir, özünü Ərdəbildəki kimi, Təbrizdəki kimi hiss eləyir və bir növ emosional mesaj verərək münasibətlərin gələcək inkişafı üçün zəmin yaratmağa çalışdı. Pezeşkiyan eyni zamanda qeyd elədi ki, ikitərəfli əsasda müzakirə eləyərək dialoq vasitəsilə ölkələr arasında olan problemləri həll etmək olar və bunu məhz danışıqlar yolu ilə həll eləmək istəyir Pezeşkiyan, elə onun öz dilindən eşitdik. Bir-birimizin ərazi bütövlüyünə qarşılıqlı hörmətlə region ölkələri olaraq əlaqələri gücləndirə bilərik. Yollar və maliyyə kanalları aça bilərik. Bu yolla bir-birimizə kömək edərik. İstehsalçılarımız birgə çalışa bilərlər. Qeyd eləmək lazımdır ki, Məsud Pezeşkiyan çox böyük nümayəndə heyəti ilə gəlmişdi. Xüsusilə də iqtisadi sahədə 100-dən çox nümayəndəsi var idi və bu da bizə ondan xəbər verir ki, sırf iqtisadi kontekstdə geniş şəkildə müzakirələr aparılıb. Elə ikitərəfli və çoxtərəfli geniş tərkibli görüşdən sonra mətbuata bəyanatla çıxış edən ölkə liderləri, yəni Prezident İlham Əliyev və Məsud Pezeşkiyan çıxış edərkən Prezident İlham Əliyev bu məsələyə toxundu və bildirdi ki, həm regional kontekstdə, həm də ikitərəfli əsasda iqtisadi məsələlərin müzakirəsi xüsusilə geniş şəkildə aparılıb. Eyni zamanda müzakirələr əsasında xüsusilə orta dəhliz məsələsinə diqqət ayrılıb. Hazırda Prezident İlham Əliyevin dediklərini izləyək. Bu layihə, bütün bu layihədə iştirak edən ölkələr üçün çox böyük səmərə gətirəcək, böyük fayda verəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hal-hazırda biz sadəcə olaraq artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. Hörmətli izləyicilər, regional təhlükəsizlikdən danışmışkən qeyd eləmək lazımdır ki, hazırda dünyanın geosiyasi xəritəsində mühüm müzakirə mövzularından biri təbii ki, ABŞ və İran arasında baş tutan danışıqlardır, İranın nüvə proqramı ilə bağlı danışıqlardır və ötən gün Donald Trump, ABŞ prezidentinin açıqlamasına görə artıq İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında nüvə proqramı ilə bağlı sazişin imzalanması məsələsi heç də uzaqda deyil və Donald Trump əmindir ki, bu yaxınlarda rəsmi Tehran və rəsmi Vaşinqton arasında bu danışıqlar
yekun mərhələyə çatacaq və saziş tezliyi ilə imzalanacaq. Ümumiyyətlə, qeyd eləmək lazımdır ki, Donald Trump bu danışıqların uğurla getdiyinə inanır. Hazırda hesab eləyir ki, hər şey onun istədiyi kimi gedir və yaxın zamanda bu proses yekunlaşacaq. Onu da qeyd eləmək lazımdır ki, Amerikada aparılan bir sıra sorğulara əsasən, xüsusilə ABC News, Washington Post və Ipsosun keçirdiyi sorğuları sübut eləyir ki, Donald Trump son 80 ildə Amerika Birləşmiş Ştatları prezidentləri arasında ən aşağı təsdiq reytinginə səbəb olub. Bunun əsas səbəbi də görünən odur ki, Trumpın hakimiyyətə gələndən sonra tətbiq elədiyi iqtisadi islahatlardır, bəzi ölkələrə qarşı tətbiq elədiyi tariflərdir. Qeyd eləmək lazımdır ki, araşdırmaya görə respondentlərin 39% Trumpın ölkəni idarə etmə tərzini bəyənir, amma 55% isə Trumpın fəaliyyətindən narazıdır. Xüsusilə respondentlərin bir qismi iqtisadi vəziyyətdən narazıdır və narahatdırlar onlar bu vəziyyətdən. 73% hesab eləyir ki, bu vəziyyət hazırda pisdir və günü-gündən daha da pisləşməyə doğru gedir. Sorğu iştirakçılarının yalnız 31% hesab eləyir ki, Donald Trumpın bu islahatları yaxın gələcəkdə, ümumiyyətlə uzun müddətli həm də perspektivdə Amerikanın güclənməsinə zəmin yaradacaq. Beynəlxalq münasibətlərə gəlincə 49% respondent hesab eləyir ki, Donald Trumpın bu islahatları ilə ümumiyyətlə istər geosiyasi kontekstdə, istər geoiqtisadi kontekstdə Donald Trumpın bu addımları Birləşmiş Ştatların dünyadakı xəritədə imicinə böyük bir zərbə endirib və Amerika Birləşmiş Ştatların nüfuzunu aşağı salıb. Gündəmdə olan daha bir məqam isə Birləşmiş Ştatlar və Ukrayna arasında imzalanmalı olan sazişdir. Qeyd eləmək lazımdır ki, bu saziş Ukraynanın mineral ehtiyatlarını özündə ehtiva eləyir. Nəinki yeraltı mineral ehtiyatlarını, eyni zamanda yerüstü mineral ehtiyatlarını da ehtiva eləyir özündə. Buna həm böyük enerji aktivləri daxildir, digər tərəfdən neft və qaz yataqları da daxildir və Ukraynadan söz düşmüşkən qeyd eləmək lazımdır ki, ölkələr arasında bu çərçivə sazişinin bu həftə imzalanmasına dair bir sıra açıqlamalar var. Amma qeyd eləmək lazımdır ki, cəbhədə də döyüşlər davam eləyir Rusiya-Ukrayna arasında və heç də səngimək bilmir. Amma zaman-zaman atəşkəs də baş tutur. Biz bir neçə gün bundan öncə Pasxa bayramı münasibəti ilə baş tutan atəşkəsin şahidi olduq. Ondan sonra döyüşlər davam etdi təbii ki. Amma indi Rusiya prezidenti Vladimir Putin Böyük Vətən müharibəsinin şərəfinə atəşkəs elan eləmək istəyir. Məlumdur ki, 80 illik il dönümüdür bu günlər ərzində olacaq, yaxın günlərdə, mayın 9-unda və bu səbəbdən Rusiya prezidenti yenidən bir neçə günlük atəşkəs elan eləmək istəyir və qeyd eləyir ki, Ukraynada bu prosesə müsbət yanaşmalıdır və adekvat cavab verməlidir bu atəşkəs sorğusuna, rəsmi Kremldən gələn sorğuya. Təbii ki, Putinin bu açıqlaması maraq doğurdu. Digər tərəfdən Ukraynada bu açıqlamanı cavabsız qoymadı. Ukraynanın Xarici İşlər Naziri Andrey Sibiqa açıqlamasında bildirdi ki, əgər Rusiya tərəfi həqiqətən atəşkəs istəyirsə, bunu elə bugündən eləsin. Niyə görə? Mayın 9-unu gözləyir. Digər tərəfdən Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında qeyd elədi ki, hazırda rəsmi Moskva danışıqlar aparmaq üçün Kremldən bir siqnal gözləyir, bir işarə gözləyir. Çünki hüquqi cəhətdən Ukrayna rəhbərliyi hazırda Rusiya ilə danışıqlar apara bilmir. Çünki bilirsiniz, Ukrayna prezidenti Vladimir Zelenskinin bununla bağlı bir qadağası var ki, Ukraynanın heç bir rəsmisi Rusiya tərəfi ilə danışıqlar apara bilməz. Putinin elan etdiyi bir tərəfli atəşkəs müddətinə hələ ki şübhə ilə yanaşır Ukrayna tərəfi, amma görək yaxın günlərdə bu prosesə necə cavab verəcək rəsmi Kiyev. Qeyd eləmək lazımdır ki, müharibələr davam etdikcə təbii ki,
dünyada silah alışı, silah istehsalı da artır və qeyd eləmək lazımdır ki, ötən il qlobal hərbi xərclər 2023-cü illə müqayisədə təxminən 10% artaraq ümumilikdə 2,7 trilyon dollara çatıb və biz bu rəqəmlərə baxanda görə bilərik ki, bu rəqəmlər soyuq müharibə bitəndən sonra illik müqayisədə ən böyük rəqəmdir və bu barədə Stockholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun yeni hesabatında məlumat yer alıb. İnstitutun ekspertləri hesab eləyirlər ki, dünyanın bütün regionlarında hərbi xərclər artır. Ən çox hərbi xərcin artımı isə Avropa ölkələrində, eyni zamanda yaxın şərqdə qeydə alınıb. Ən çox silah istehsal eləyən və ən çox silaha pul xərcləyən ölkələr arasında ilk beşlikdə isə Birləşmiş Ştatlar, Çin, Rusiya, Almaniya və Hindistan qərarlaşıb. Qeyd eləmək lazımdır ki, qlobal ümumi daxili məhsulun həcmi, hərbi ehtiyaclara ayrılan payı 2024-cü ildə cəmi 2,5%-ə yüksəlib. Hörmətli izləyicilər, bugündən siyasi icmaldan bu qədər. Çalışın, geosiyasi proseslərdən kənar qalmayın və bu proseslərdən kənar qalmamaq üçün siyasi icmalı izləməyi unutmayın. Sağ olun, salamat qalın.